Deyirsiniz ki, Peyğəmbər ümmü olub. Yəni yazıb oxuma bilməyib. Bəli. Sonra da deyirsiniz ki, 250 dənə məktub yazıb. 2060-cı ildə müsəlman dininin, İslam dininə mənsub olanların sayı o qədər artacaq ki, Xristian dininə mənsub olanların sayını ötəcək. Bəli, və bu o da deməkdir ki, Bu tarixi sənət kimi də, yəni məktubun özü ola bilməz, bu məlumdur. Bu insanın ağlında sual yarana bilər ki, əgər Peyğəmbər belə dəvət eləyirdisə, məsələn də tolerantlıqla, belə deyək də dəyərlərə toxunmadan, çox mülayim formada əgər dəvət eləyirsə, niyə görə qılınc alatdı Bizansdan müharibələr? məsələn, Qurani-Kərimdə qisas ayəsi var. Və lakum fil qisas həyatun ya ulul Bəqərə albab. 178. Bəli. Qisas etsəniz, bilin ki, qisas elə bir şeydir ki, sizin Sizin cəmiyyətinizin həyat diri qalması üçün, Bəli, həyatda qalması üçün cəmiyyətinizin vacibdir. Sonda Əssəlamu aleyk deyə məktubunu bitirmişdi. Sırf salama cavab versin deyə uzaqda olan bütpərəstə Məhəmməd Peyğəmbər məktubu ünvanlayır. Məktubun içi boşdur. Xoş gördük dostlar, əslində olan layihəsinin növbəti buraxılışı ilə yenidən qarşınızdayıq və bugünkü mövzumuz Peyğəmbər məktublarında tolerantlıq mövzusu olacaq və qonağımız şərqşünas tarixçi Samit Bağırovdur. Samit müəllim, xoş gəlmisiniz. Xoş gününüzə gələk, təşəkkür edirəm. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm, bizim dəvətimizi qəbul elədiniz və bu önəmli mövzuda inşallah ki, bir yerdə bir veriliş ərsəyə gətirəcəksiniz. Deməli, Samit müəllim, son günlərdə sizin bir kitabınız ərsəyə gəldi, hansı ki, Məhəmməd Peyğəmbərin, Allahın salamı olsun ona və onun pək əhli beytinə məktublar toplusu və 250 sənəd əsasında. Ümumiyyətlə, mən əvvəlcə buradan başlamaq istəyirəm mövzuya. Bu kitabın yazılmasında, bu kitabın ərsəyə gəlməsində əsas məqsəd nə idi? Yəni, sizi tətikləyən səbəb nə idi ki, bu kitabı ərsəyə gəlməsini Azərbaycan toplumu üçün vacib bildiniz? İlk öncə sizə və sizin onlara platformanıza dərin təşəkkürümü bildirirəm. Bizə dəyər verib bu verilişə dəvət etmisiniz. Mövzu olduqca aktualdır. Xüsusilə də son dövrlərdə belə deyək, İslamofobiya cərəyanının tüğyan etdiyi bir dövrdə belə bir mövzuların araşdırılması olduqca zəruridir. İndi belə deyək, İslamofobiya deyəndə biz bir qədər məcburuq biraz geri dönək zaman baxımından. 20-ci əsrdə Sovet imperiyası olan dövrdə ümumiyyətlə Qərb siyasətinin, Qərb dövlətlərinin siyasətində əsas rəqib təbii ki, Sovet imperiyası nəzərdə tutulurdu və əsas siyasət və onların o mübarizəsi də ona qarşı istiqamətlənmişdi. Amma Sovet imperiyasından sonra artıq bölgədə demək olar tək qütblülük yaranmaq üzrə idi və ondan sonra artmaqda olan, xüsusilə də demoqrafik baxımından, say baxımından müsəlmanların həm olduğu bölgədə, həm də mühacirət etdikləri, hicrət etdikləri Avropada sayların artması təhlükəli dərəcədə, dırnaq arasında, təhlükəli dərəcədə artması məsələsi ortaya çıxandan sonra Qərb dairələrində, dövlətlərində İslamofobiya artıq dövlət siyasətinə çevrilməyə başladı. Nümunə olaraq mən, misal üçün, bir sıra tədqiqat mərkəzləri var. Onların gələcəkdə müxtəlif dinlərə mənsub olan şəxslərin sayınınla bağlı deyilmiş statistikalar var. Məsələn, o statistikaların birində göstərilir ki, indi biz hal-hazırda 2026-cı ildəyik. 2060-cı ildə müsəlman dinin, İslam dininə mənsub olanların sayı o qədər artacaq ki, Xristian dininə mənsub olanların sayını ötəcək. Və bu da deməkdir ki, İslam dini artıq, belə deyək, 30 ildən, 40 ildən sonra mənsubları ən çox, tərəfdarları və mənsubları ən çox din olaraq önə keçəcək. Və təbii ki, bu da, belə deyək, böyük hərbi, böyük sənayesi olan Qərb düşüncə mərkəzlərini onlar narahat etməyə bilməz və onlar buna ümumiyyətlə laqeyd qala bilməzlər və ona görə artıq mən deyərdim ki, Sovet imperiyasının dağılmasından sonra 99-cu ildə bir mərhələ, 2001-ci ildə 11 sentyabr, 2003-cü ildə İraq, ondan sonra və 11-ci ildə Ərəb Baharı dönəmində Liviyaya müdaxilə və bu müdaxilələr artıq mənə elə gəlir ki, və bu həmin o İslamofobiyanın müxtəlif mərhələlərdə
artan tempini göstərir və hal-hazırda da o mövcuddur və sanki mövzudan çox kənara çıxmayaq və sanki hazırda yaxın şərqdə baş verənlərə baxanda mənə elə gəlir ki, Qərb dövlətləri özlərini 11-ci ildə səlib yürüşləri mühitində, o abu-havada, abu-havada görürlər. Sanki elə bir məqsədləri var imiş kimi özlərini biruzə verirlər. Bu kitabın yazılması da bu İslamofobiyanın o artan tempi deməli dönəmində belə bir kitabın ərsəyə gəlməsi olduqca zəruri hesab etdik. Xüsusilə də mən burada bir nüansa diqqət çəkim. Bu kitab bəndənizlə mərhum Cabir İskəndərlinin birgə həm müəllifik. Mərhum Cabir. Mərhum o yerdə Allah ona rəhmət eləsin, o böyük alimlərdən biri idi. Azərbaycan Bakı Dövlət Universitetinin Şərqşünaslıq İnstitutunda və o vaxtki İlahiyyat Fakültəsində tədris etmiş və pandemiya dövründə koronavirusdan vəfat etmiş Cabir İskəndərli o bu işə təşəbbüslə başlamışdı. Başlanğıcı onundur. Akademiyada bir şöbədə işlərkən Məhəmməd Peyğəmbərin məktublarının tərcüməsinə başlamışdı və o zaman və yaxud da erkən İslam dövrünün sənədləri adı altında bu işə başlamışdı. Amma o iş elə ilk çağlarında naqis qaldı və tamamlanmadı və sonra biz bu işin tamamlanmasına qərar verdik və nəticədə bir müddət sonra gördük ki, ortada 250 sənəd var. Və bu 250 sənədin 180-i və 200-ü demək olar ki, məktubdur. Yəni format olaraq məktubdur. Bəli. Və geridə qalanları isə hər hansı bir məsələni sənəddir, yerlə bağlı, ev yeri ilə bağlı və yaxud hansısa bir tövsiyəni ehtiva edən zəkatların yığılması, sədəqələrin yığılması və bu qəbildən olan Peyğəmbərin ünvanladığı sənədlər və çıxardığı sənədlərdir ki, ümumilikdə 250 sənəd oldu. Və nəticədə bu kitab şükür Allaha ərsəyə gəldi. Onu da deyək ki, bu çox Məhəmməd Peyğəmbərin məktubları mövzusu Azərbaycanda ilahiyyat sahəsində ilk dəfədir ərsəyə gəlir. Yəni, biz Məhəmməd Peyğəmbərin məktubları dedikdə ilk öncə elə filmdə də yadımıza düşən o hicrətin 6-7-ci illərində Məhəmməd Peyğəmbərin o vaxtki Sasani hökmdarı Xosrov Pərvizə və yaxud məsələn Misir hökmdarı Muqavqisa və yaxud Bizans hökmdarı İrakliyə və yaxud Həbəşistan hökmdarı Nəcaşiyə ünvanlandığı məktub yadımıza düşür, məktub deyəndə. Amma burada biz məktub deyəndə yadımıza düşən bu 4 dənə, yəni təsəvvür etdiyimiz. Amma burada 200-ə yaxın məktub formatında olan. Fərqli şəxslərə. Bəli. Müxtəlif şəxslərə, qəbilə başçılarına, ona görə də bu mövzunun olduqca əhəmiyyətli olduğunu düşür və buna belə deyək, bu kitaba rəy verən alimlər özləri də, yəni alim şəxslərdir, professorlar və tarix üzrə fəlsəfə doktorluğu, fəlsəfə üzrə fəlsəfə doktorluğu. Ona görə yekunda həm Allah Cabir müəllimə rəhmət eləsin, onun təşəbbüsü və onun Bismillah deməsi ilə və Allahın yardımı ilə bu iş tamamlandı. Deməli bu kitabın əsas məqsədi İslamofobiya fonunda, yəni İslamın heç də, yəni o iddia olunduğu kimi bir din olmadığını göstərməkdir. Mən də Azərbaycan müsəlmanları adından belə deyim də ümumiləşdirib sizə təşəkkür edirəm. Həqiqətən Allah Cabir müəllimə də rəhmət eləsin. Sizə də can sağlığı versin. Allah təşəkkür edirəm ki, həqiqətən bu dəyərli işi ərsəyə gətirmisiniz, var olasınız. Keçən dəfə mən bu kitabdan danışanda canlı yayımda danışırdım TikTok platformasında. Bir nəfər maraqlı bir sual yazdı mənə. İstəyirəm artıq bu kitabın içinə ki daxil olduq, elə oradan başlayaq. Maraqlı bir sual yazdı. Dedi ki, siz iddia edirsiniz ki, Peyğəmbər ümmü olub. Yəni yazıb oxuma bilməyib. Sonra da deyirsiniz ki, 250 dənə məktub yazıb. Bu Peyğəmbər yazıb oxuma bilməyibsə, bu məktublar necə ortaya çıxıb? Bunu özümü yazıb, başqa birimi yazıb, deyibmi yazıblar, ya öz əl xətti ilə yazılıb. Yəni bu məktublar Peyğəmbər yazıb oxuma bilmədi. Mən düşündüm bu sual maraqlı sualdır. Elə bu sualla başlayaq. Çünki izləyicilərimiz beyinlərində o sual yaranmış ola bilər. Peyğəmbər ümmü olduğu halda məktublar necə ortaya çıxıb? Gözəl. Elə biz Qurani-Kərimdə bu haqda ciddi bir
belə deyək, yanaşma var, ayə var və onu deyək, və mə kunta taxudduhu min kitabin min qabl, və mə kunta tətlu min kitabin min qabl, və mə kunta taxudduhu bi yeminik. Bu məzmunda olan təqribən ayədir. İzəllərtəbəl mubtilun. Mənası budur ki, ey Peyğəmbər, ey Muhammed, sən bundan öncə heç bir kitabı tilavət etməmsən, yəni oxumamısan və əlinə qələm alıb heç bir kitabı yazmamsan, nəsə yazmamsan. Əks təqdirdə batilə meyilli olan insanlar, yəni bütpərəstlər, müşriklər ki, sənin rəqiblərindir, onlar şək-şübhəyə düşərdilər. Əslində Məhəmməd Peyğəmbərin ən azı Peyğəmbərliyə qədər, Peyğəmbərliyə məbus olmasına, yəni 40 yaşına qədər yazıb oxuma barəsində heç bir bu məqamı mən diqqət çəkim. Baxın, Məhəmməd Peyğəmbəri müasir dövrdə şərqşünaslardan bir neçəsinin adını, şərti olaraq adını çəkim. Məsələn, Filip Hitti olsun, Fransalı, Vildorant olsun, başqaları olsun. Onlar Məhəmməd Peyğəmbəri daha çox yaxşı tanıyırlar. Yoxsa Əqəbət ibn Əbi Muit, Əbu Sufyan, Vəlid ibn Muğeyrənin gözü qarşısında böyümüş gənc Məhəmməd. Təbii ki, onlar daha yaxşı tanıyırlar. Ona görə həmin dövrdə Məhəmməd Peyğəmbərə ünvanlanan, belə deyək, iradların və münasibətin onların baxışında əldə edilməsi çox vacibdir. Məsələn, bu adını çəkdiyim bütpərəstlərin heç biri Məhəmməd Peyğəmbərə demir ki, biz gördük ki, sən filan ustadın yanına gedib, onun yanında dərs oxuyurdun. Biz gördük ki, sən filan kursa gedirdin, filan dərsə gedirdin, filan məktəbə gedirdin. Ümumiyyətlə, bu fikir yoxdur. Və buna görə Qurani Kərimdə də belə bir ayə keçir ki, ey Peyğəmbər, əgər sən bundan öncə yazıb oxumağı həyata keçirsəydin, məktəbə getsəydin, tilavət etsəydin və əlinə qələm alıb yazsaydın, onlar deyəcəkdir, aha, sən bu Qurani Kərim və onun içindəki mətləbləri də oxuduğun o kitablardan, dərs aldığın o müəllimdən öyrənibsən deyə irad ünvanlayardılar. Halbuki belə bir irad yalnız Qurani Kərimdə bir yerdə var. Əcəmiyyun və həzə lisanul-ləzi yulhidunə iləyhi əcəmiyyun və həzə lisanun arabiyyun mubin. Belə bir ayə keçir. Bütpərəstlərdən biri Peyğəmbərə yaxınlaşdı, dedi ki, biz bunu yadımızdan çıxartmaq, ümmi məsələsinə görə belə bir giriş verməyə məcburuq. Bütpərəstlərdən biri Peyğəmbərə yaxınlaşdı ki, sən bu dediklərini, köhnə ümmətlərin qissələri, onların başına gələn hadisələr və qiyamət və bu gözəl bəyanla olan bu bəyanatı sən Məkkənin Ukaz bazarında qılınc düzəldən Rumlu filankəsdən öyrənmisən. Bu belə bir iradır. Qurani Kərim buna cavab verir. Həmin o Rumlu ərəb dilində bilmir. İndi o şəxsin adı yadıma çıxıb deyənə mən tam onun düzgün olmaz. Bir şərti ad deyə bilərik. Məsələn, Seyf. Deyir ki, həmin o Seyf o Rumlulardan əsir alınmış və Məkkə bazarında qılınc düzəldən bir şəxsdir. Sən onun yanına gedib və ondan öyrənibsən. Amma Quran ayəsi deyir ki, o ərəb dilini bilmir. Amma Məhəmməd Peyğəmbərin dedikləri isə fəsahətli, bəlağətli Quran ayələridir. Necə ola bilər bu müarifi, bu formatda olan bu müarifi, ərəb dilinin ən gözəl nümunələrini getsin ərəb dilini bilməyən əmirdən və yaxud Seyfdən alsın. Deməli, əslində Peyğəmbərin ümmi olması, yəni yazıb oxumanı bilməməsi fəzilətdir. Bəli. Peyğəmbərliyin isbatı üçün fəzilətdir. Amma bununla yanaşı bizim hədis qaynaqlarında bir sıra hədislərimiz də var. Deyir ki, yox, Peyğəmbər savadsız olmayıb, ümmi olmayıb, yaza da bilirdi, oxuya da bilirdi. Məsələn, Quran ayəsi var, deyir ki, yuallimuhumul kitaba vel hikmə. Peyğəmbərin göndərilməsinin səbəblərindən biri budur ki, Peyğəmbər hikməti və kitabı insanlara təlim etsin. Əgər bu kitabı oxuya bilmirsə, necə təlim edə bilər? Deməli, bu ayələri cəm edə bildikdə bu nəticəyə gəlir ki, Peyğəmbərlik dövrünə qədər Peyğəmbərlik yazı oxuya bilməyib, amma Allahın o möcüzəvi ətası sayəsində ondan sonra yazıb oxumanı bilibdir kamil dərəcədə. Maraqlı məqam budur ki, biz məsələn məktublarda deyirik, Məhəmməd Peyğəmbər yazdı. Və siz bu kitabı mütaliə edərkən görərsiniz, yazdı. Yazdı, yəni nəinki özü yazdı. Peyğəmbərin katibləri var idi. İndi biz katiblər mövzusunu da yadımızdan çıxarmayaq, ona da qayıtmalıyıq. Peyğəmbərin katibləri var idi. Peyğəmbər katiblərə yazdırırdı. Ümumiyyətlə, həm siyər ədəbiyyatında, yəni tarix, sirələrdə,
istər hədis qaynaqlarında peyğəmbərin ələ qələm alıb hansısa məktubunu birbaşa özü yazması barəsində ciddi məlumatımız yoxdur. Söhbət peyğəmbərlikdən sonra gedir. Yalnız imla edərdi, deyərdi və katiblər yazardı. Məsələ burada yalnız Hüdeybiyyə sülhündə peyğəmbərin belə deyək, alıb nəsə yazması barədə o da tam isbata yetməmiş bir məlumat var. Yəni peyğəmbər artıq peyğəmbərdir. Həm belə deyək, bir dinin gətirəni olduğu kimi, Allah tərəfindən bir vasitəçi olduğu kimi, həm də dövlət başçısıdır. Onun əvvəla o qədər vaxtı yoxdur ki, ələ qələm alıb katiblər kimi yazsın. Və peyğəmbərin təkcə Quran ayələrini yazmaq məsələsində 40 dənə katibi var idi. 40 dənə. Yəni bu o deməkdir ki, ümmi olmaq peyğəmbərin fəzilətidir. Peyğəmbərliyə qədər. Amma peyğəmbərlikdən sonra Allahın möcüzəvi ətası nəticəsində onu öyrənmək təbii ki, heç də çətin olmayacaqdır. Bu, maraqlı bir məqamda diqqətinizə çəkim, katiblər demişkən. Baxın, peyğəmbərin dedikləri, biz onu bir neçə təsnifata bölməliyik. Birinci, Quran ayələridir. Bəli. Ona görə, məsələn, siz Küttəbu Vəhiy, vəhyin katibləri deyilən, hədis mənbələrində vəhyin katibləri deyilən bir sıra şəxslərlə rastlaşırsınız ki, biri deyir 25, 40, ümumilikdə 40 sayı var. Vəhyin katibləri. Onlar Quran ayələrini yazırdılar. İkinci, buna deyirlər vəhiy divanı. Yəni, peyğəmbərin məktublarını toplayanlardan Əhmədi Miyanəci, Ayətullah Əhmədi Miyanəci ki, peyğəmbərin məktubları barəsində ən mükəmməl kitab ona mənsubdur, 4 cildik Məkatibur Rasul. O, burada peyğəmbərin imlalarını, imla etdiklərini, dediklərini 4 təsnifata bölünür və hansı divanlarda yazılır. Birinci divan vəhiy divanıdır. Onun 40 katibi var. Burada ayələr qeyd olunur. Ayələr, vəhiy katibi, vəhiy. İkinci divan hədis divanıdır. O divan dedikdə o demək deyil ki, xüsusi bir bina var, xüsusi bir otaq var. Xeyr, bu o demək deyil. Sadəcə o xüsusi şəxslər var, belə deyək. Yazırdılar, bunu qeyd edirlər. Bəli, hədisləri yazırdılar. Etimad edilən, hafizəsi güclü olan, yazı pozu məsələsində əmanətdar olan və yazı qabiliyyətinə malik olan şəxslər. Hədislərin yazıldığını dəqiq bilirik Peyğəmbər vaxtında. Bəli. Hədislər həm yazılıb, həm şifahi şəkildə nəsildən nəsilə ötülüb. Ta ki, deyək ki, 2-ci hicri əsrində hədis qaynaqları kitab halına gətirilənə qədər. Bu da oldu hədis divanı. Hədis divanı dediyimiz kimi dəvə üzərində də ola bilərdi, döyüşə gedərkən də ola bilərdi, xütbə əsnasında da ola bilərdi. Bu da oldu hədis divanı. Üçüncü divan, Divanul Vufud. Nümayəndə, hərfi tərcüməsi belədir, nümayəndə heyətlərinin divanı. Yəni nə? Bəlli bir dövrlərdə, illərdə qəbilə başçıları öz tərəfdarları ilə Peyğəmbərin yanına gəlir, İslamla tanış olur, Peyğəmbər İslamı onlara təqdim edir, onlar İslamı qəbul edirlər. Qəbul edən kimi yanındakı səhabələr ki, Divanul Vufudun məmurları hesab olunurdu, onlar iman gətirənlərin şəxslərini siyahıya alırdılar. Bu da oldu Divanul Vufud. Növbəti divan isə Divanul İnşa divanıdır. İnşa divanı bizim nəzərdə tutduğumuz məktubların yazıldığı divandır. Bunların işi sırf məktubları və sənədləri yazmaqdır. Tutalım ki, Peyğəmbər kiməsə hansısa yer verir, iqta olaraq və yaxud ev yeri verir və yaxud kiməsə zəkatın yığılması ilə bağlı göstəriş verir və ya məktub yazıb göndərir, ya İslama dəvətlə. Bunlar İnşa divanında yazılır. Maraqlı budur ki, mən araşdırdım 4 divanın katiblərini. Yeganə şəxs ki, hər 4 divanın 4-ündə də ən fəal iştirak edib Həzrət Əli ibn Əbi Talib. 4 divanın 4-ündə də. Yəni, biz bu məqamı diqqət yetirməliyik ki, Məhəmməd Peyğəmbərin məktubları deyəndə əslində Məhəmməd Peyğəmbərin bir dövlət başçısı olduğunu ortaya qoyur. Və bu kitab daha çox Məhəmməd Peyğəmbərin bir dövlət başçısı olaraq atdığı addımların hikmət və fəlsəfəsini ortaya qoyur ki, onun davranış qaydası necə? Dövlətləşmə var idi da artıq ona. Tamamilə də. Dövlətləşmə var idi deyəndə maraqlı bir məqam, o çox deyilməlidir. Hicrətin 2-ci ilində burada var o məktub, orada o sənəd orada mövcuddur. O da bundan ibarət ki, Peyğəmbər göstəriş verir ki, Hicrətin 2-ci ilin Mədinədə statistikaya alınsın müsəlmanların sayı. Və Hicrətin 1-ci ilin sonu, 2-ci ilin əvvəli.
Müsəlmanlar statistikası tutulur 2500 nəfər eləyir. 2500. Yəni peyğəmbər hətta o insanların statistikasına belə göstəriş verirdi. 2500. Təbii ki, bu düşür Divanül Vufudun öhdəsinə. Bəli. Yəni bu da onu göstərir ki, artıq peyğəmbər Məkkəyə daxil olan, Mədinəyə daxil olandan sonra bölgədə olan Yəhudi qəbilələri ilə, xristian qəbilələri ilə onlarla müqavilə bağlayır və müqavilənin də əsas məsələsi bu olur ki, müsəlmanların leyhinə olan nə şərtlər varsa, həm də sizin leyhinizədir. Yəni sizin zimməniz vardır Məhəmməd peyğəmbərin öhdəsinə. Yəni sizin təhlükəsizliyiniz Məhəmməd peyğəmbərin öhdəsindədir. Amma bu şərtlə ki, siz bütpərəst Qureyşlərlə əməkdaşlıq etməyəsiniz, istər hərbi, istər iqtisadi və istər də lojistik cəhətdən. Bax, bu məktubların əhəmiyyəti oradan da. İndi ümumi məsələsinə qayıtmaq yenidən vacibdir. Ümumi məsələsi dediyimiz kimi əslində fəzilətdir. Peyğəmbərin be'sətinə qədər, yəni məbus olmağına, peyğəmbərliyə məqamına yüksəlməsinə qədər olmayıbdır. Ən azı burada Əqəbət ibn Muid, Əbu Sufyan, Vəlid ibn Muğeyrə kimi Qureyşlər onlar özləri belə peyğəmbərə deyə bilmirdilər ki, biz gördük sən hansısa bir ustadın yanına gedirsən. Belə bir ittiham olmayıb. Bəli, peyğəmbərə deyirdilər ki, sən ki bu Qur'an-ı Kərimi deyirsən, bu Qur'an-ı Kərim sanki şairsən, sanki kahinsən, kahinlik edərək bu insanları özünə cəlb edirsən. Sən sahirsən, sehirbazsan. Yəni nədir? Qur'an, metafizika, bir fövqəlbəşər qüvvəyə mənsub edilməsin deyə müxtəlif yollar, alternativlər düşünüb və ictimaiyyətə bunu belə deyək, sırıyırdılar. Sən sahirsən, sən kahinsən, sən şairsən. Yəni bu kimi sən məcnunsan, yəni Yəni ona görə hazırki dövrdə şərqşünasların baxışları da bu istiqamətdə olmalıdır. Əgər məsələn deyirək, hər hansı bir Məhəmməd peyğəmbərə qarşı misal üçün deyirəm, çox arvadlılıq məsələsi müasir dövrdə bir mənfi bir rəftar hesab olunursa, onu Məhəmməd peyğəmbərə irad ünvanlayanda baxmaq lazımdır ki, adını çəkdiyim Qureyş bütpərəstləri bunu peyğəmbərə irad tuturdularmı? O dövrdə bu normal idi mi? Əslində o işi özləri artıqlaması ilə edirdilər. Görünür ki, o dövrdə bu işin o ictimaiyyət üçün normal idi. Ona görə də biz şərqşünaslar, ilahiyyatçılar da İslamın erkən dövrünə yanaşanda baxışımız o dövr üçün olmalıdır. Bu məktublar ki var, mən düşünürəm bu həm izləyicilərimiz üçün də maraqlı olar. Mənim özüm üçün də şəxsən çox maraqlıdır bu məsələ ki, burada toplanan məktublar var, 250 məktub. Təbiidir ki, bu məktubların hamısının birəbir kopyası ola bilməz də. Məsələn, bir tarixi sənət kimi də, yəni məktubun özü ola bilməz, bu məlumdur. Ümumiyyətlə bu məktubların içində bütün məktublar mı hədis külliyyatından götürülüb? Yəni hədis kimi gəlib çıxıb bizə, yoxsa bu məktubların bəzilərinin ümumiyyətlə bir tarixi belə deyək də bir sənət kimi qalıb bizə? Bəli. Bu varmı bunların içində? Əvvəla məktublar fiziki şəkildə bizim onların taleyi necə olub? Peyğəmbərin təsəvvür edin, adını çəkdiyim dövlətlərə və digər qəbilə başlı məktublar yazır. O məktubların fiziki şəkildə hardadır? Bəli. Sualı var. Bu kitabda da o məsələ müzakirə olunub geniş şəkildə. Əvvəla bunun üçün misal olaraq deyirəm. Məhəmməd peyğəmbər Xosrov Pərvizə Sasani hökmdar məktub ünvanlanır. Və orada məktubun vəziyyəti ilə bağlı deyil ki, o onun məktubu cırdı. Xosrov cırdı. Yəni o məktub cırıbsa tamam. Vəssalam. Yoxdur da məktub. Məktub fiziki olaraq yoxdur. Amma sadəcə olaraq biz İbn Sədin təbəqatında oxuyuruq. Bu məqamda diqqətinizə çatdırım. Məhəmməd peyğəmbərin dövrü və erkən xilafət dövrünü ayırmalıyıq. Məhəmməd peyğəmbərin dövründəki məktubları daha çox hansı mənbələrdə tapmaq olar? İbn Sədin təbəqatında. Erkən xilafət dövrünün məktub və yazışmalarını, rəsmi yazışmaları daha çox harda tapa bilərik? Daha çox Təbəridə. Bunu sadəcə araşdırmaçılar üçün dedim ki, yəni bu kitab nöqsansız deyil. Yəni bunu əgər təkmilləşdirmək istəsələr, yəni yeni bir şəxs meydana çıxa bilər ki, bəli mən bunu daha da təkmilləşdirmək buyursunlar. Yəni sadəcə araşdırmaçılar üçün bəlli olsun ki, bu mövzuları buradan tapın. Məsələn, Əl-Qarat kitabı var, məsələn, erkən xilafət dövrünün yazışmaları orada var. Nəhcül Bəlağanın özündə Həzrət Əlinin yazışmaları var. Və siyər ədəbiyyatında. Qısası,
Əgər biz peyğəmbərin məktublarının fiziki şəkildə harda mövcudluğuna bağlı araşdırma aparmaq üçün birinci növbədə baxmalıyıq. O məktub hara ünvanlanıb? Bəli. O ölkənin ərazisində axtarmalıyıq. Eynən. Deyək ki, Xosrov Pərviz məktubu cırdı. Artıq məktub aradan gedib fiziki olaraq. Bu məktub haqqında məlumatı bizə həmin elçilər verir də. Məsələn, Gözəl. peyğəmbər belə bir məktub göndərdi və Xosrov cırdı bu məktubu. Gözəl. Elçidən bilirik bunu. Biz bu məktubun əvvəla ilkin sirə qaynaqları, məsələn İbn Hişamın sirəsi, 2-ci Hicrətin 2-ci əsrində yazılıb. Və yaxud İbn İshaqın sirəsi, Təbəri, Təbəqat-ı İbn Səd. Bunlarda yazılıb ki, peyğəmbər məsələn Hicrətin Hüdeybiyyə sülhündən sonra 6 Hicrətin 6-cı ilin sonu, 7-ci ilin əvvəllərində bu dövlətlərə məktub yazır və məktubun məzmunu budur. Deməli siz bu məktubları tapmaq üçün, müraciət etməlisiniz siyər ədəbiyyatına. Yəni İslamın sirə qaynaqlarına və hədis qaynaqlarına. Amma ümumiyyətlə o hədis və sirə qaynaqların yazılması ilə bağlı bir ciddi problem var. O da bundan ibarətdir ki, xilafət dövründə birinci xəlifə və xüsusilə də ikinci xəlifə tərəfindən bir qadağa fərmanı verilir ki, hədisləri yazmaq olmaz. Ümumiyyətlə, Qurandan başqa heç nə yazılmamalıdır. Bəli. İndi bunun fərqli məqsədləri ola bilər. Biri, deyək ki, məsələn, Qurana hər hansı bir qatqı olmasın deyəni, yalnız Quran qalsın, ancaq hədislər yazılmasın. Başqa bir məqsəd də bu ola bilər ki, tutalım ki, Peyğəmbərdən sonra hakimiyyətin taleyi ilə bağlı hədislərdə bir sıra məlumatlar var, ciddi məlumatlar var. Onlar yaddan çıxsın deyə yazılmasın. İndi məqsəd hər nədirsə, Peyğəmbər vəfat edib 11 Hicridə. 100 il, təqribən 100 il hədis, 90 il hədis yazılmır. Və kim hədis yazsaydı, aşkar şəkildə onlar cəzalanacaqdır. Ona görə maraqlı məqam bundan ibarətdir ki, Peyğəmbər 11-ci Hicrətin 11-ci ildə vəfat edibsə, həmin dövrdən başlayaraq sonradan xilafət dövrü gəlir, hədislərin yazılması qadağan edilir. Ona görə heç bir hədis mənbəsi, həm tarix olsun, həm hədis olsun yazılmır. Ta ki 99 100 101 Hicridə Ömər ibn Əbdüləziz, Əməvilərin Nəcib-i Ali Ümeyyə deyirlər ona. Bəli, o şəxsi Allah rəhmət eləsin. Onun fərmanı ilə hədislərin yazılmasına yenidən icazə verilir və məhz onun fərmanı ilə Fədək Həzrət Fatimənin övladlarına qaytarılır. Və Ömər ibn Əbdüləzizin dövründən hədislərin yazılması üçün yeni bir, belə deyək, icazə fərmanı verilir. Yəni ortada olan 90 il ərzində hədislər yazılmır. Axı hədislər yazılmasa, axı bir nəsil o məlumatlar şifahi olaraq qalır və bir nəsil üçün yaddan çıxır. Deyək ki, məsələn, İmamiyyədə şiələr öz imamlarına müraciət edirlər, çünki imamları mövcud idi. Amma məsələn, digər məzhəblərdə imam olmadığına görə və onlar çətinliklə rastlaşırdılar. Və buna görədir ki, belə deyək, İmamiyyədə imamların mövcudluğuna görə hədislərin yazılması elə də zərurəti yox idi. Baxmayaraq ki, yazılıb, zərurəti yoxdur, birbaşa imama müraciət mümkün idi. Amma digər məzhəblərdə imamların olmadığına görə hədislərin yazılması zərurəti daha çox idi. Ona görə 101 Hicridən ilk hədis qaynağı İbn İshaqın sirəsidir ki, İbn Hişam ondan götürüb. Hədis kitablarından isə Malikin Müvətta əsəridir ki, fiqhi hədislər orada mövcuddur. O da təqribən 110-120 hicri olmalıdır bildiyimə görə. Yəni ortada 90 il yox, boşluq var. Bu da ciddi suallar da olur. Və indi bizə məlum olur ki, həmin o qərar ki, hədislərin yazılmasının qadağan olunmasının fəsadları orada çıxır və boşluq yarandıqda Kəbul Əhbar, Əbu Hüreyrə kimi insanlar təbii ki, meydana çıxır və daha çox önəmsənilməyə başlayır və ora saxta hədislər Peyğəmbər tərəfindən əslinə deyilən hədisdən daxil olur. Qısası, bununla belə biz həmin məktubları erkən sirə qaynaqlarında, yəni 2-ci Hicri əsrində yazılan 3-cü Hicri əsrində yazılan sirə qaynaqlarından rahat şəkildə əldə edə bilərik. Amma məktubların çoxsunun fiziki olaraq mövcud deyil. Misal üçün deyirəm, hal-hazırda mövcud olan varmı ümumiyyətlə? Gözəl.
Peyğəmbərin Misir hökmdarı Müqavqisə ünvanladığı məktubun London muzeyində saxlanıldığı bildirir. Qəti deyil, amma əmarələr və işarələr var, mövcuddur. Ehtimal var ki, bu məktub elə birbaşa Peyğəmbərin özünün ünvanladığı məktubdur fiziki olaraq. Amma qeyriləri barədə şək-şübhələr hələ də mövcuddur. Bəs İrakliya ünvanladığı məktub, o da mən bilən muzeydə olmalıdır. İrakliya ünvanlanan məktub muzeydə var. Amma o əsl deməli məktubun əsas nüsxəsindən üzərindən köçürülmüşdür və onun tarixi təqribən 4-5-ci hicriyə qayıdır. Yəni həmin məktubla hədis külliyyatında keçən məktub eyni. Bəli, mətnlər eynidir. Hə, bu məsələn ciddi bir dəlildir. Baxın, məsələn Məhəmməd peyğəmbərin Xosrov Pərvizə ünvanladığı məktub mətni necədir? Demək olar ki, adını çəkdiyim müxtəlif mənbələrdə gələn məktubları uzlaşdıranda görürsünüz ki, məzmunu eynidir. Bəzi görürsünüz fərqli cümlələr ola bilər. Bu da fərqli nəqllərə və fərqli ravilər tərəfindən nəql olunduğuna görədir o fərqlər. Amma məzmun etibarı ilə eynidir. Məzmun məsələn budur ki, məsələn sən məcusilərin rəhbərisən. Bil ki, mən Allahın rəsuluyam. Əgər bil ki, İslam dini at və dəvələrin ayaqlarının dəyə biləcəyi nə yer varsa hamısına çatacaqdır. Əgər sən İslamı qəbul etməsən, bil ki, məcusilərin günahı sənin boynundadır. Eyni məzmunlu məktubu da birinci İrakliyaya ünvanlayır ki, Kəldanilərin və indi xristiyan, o dövrün xristiyan təriqətləri və məzhəblərini misal olaraq Peyğəmbər gətirir ki, mənim atlar və dəvələrin ayaqlarının çatacağı yerə mənim dinim çatacaqdır və bil ki, əgər qəbul etməsən İslamı, filan məzhəblərin, yəni xristiyan məzhəblərinin günahı sənin öhdənə olacaqdır. Eyni məzmundur, yəni sadəcə olaraq bəzi deməli fərqlər, kiçik fərqlər mövcuddur. İndi məktublarda maraqlı məqamları var. Mən indi bilmirəm, onu əlavə sual formatında biz ona sizi cavablandıraq ya yox, amma yadıma düşmüşkən mən onu deməyə məcburam. Tamam. Baxın, məktub var, Hindistan hökmdarına məktub. Bəli, mövcud deyil. Yəni Azərbaycanda ilahiyyat sahəsində xəbəri biz o məktubu burada gətirmişdik. O məktubda təbii ki, İslama dəvətlə bağlıdır. Məktub var, məsələn, Əbdurrahman İbn Ovfa səhv eləmirəmsə ünvanlayır Peyğəmbər, Dumət Cəndəl bölgəsində ezam etdiyi sahabəsinə deyir ki, olduğun yerdə Əsbəğ İbn Əmr ki, qəbilə başçısıdır, onun qızına elçi düş. Elçi düş. Yəni, qohumluq, əqrabalıq o rabitələrini qur. Yəni evli ola elçi düş. Bu da Peyğəmbər tərəfindən o uzaq görənliyini göstərir. Və yaxud məsələn başqa bir məktub var ki, maraqlı bir nüans var. Bu da o əxlaqın, o məktubda olan o əxlaqi dəyər göstərir. Peyğəmbərin məktub ünvanlandı, bütpərəstlərdən biri. O məktubda belə deyək, cəfəngiyyat danışırdı və biraz da Peyğəmbəri təhqir etmişdi məktubda. Amma sonda Əssəlamu aleyk deyə məktubunu bitirmişdi. Sırf salama cavab versin deyə uzaqda olan bütpərəstə Məhəmməd Peyğəmbər məktub ünvanlayır. Məktubun içi boşdur. Yalnız bu var məktub. Aleykümsəlam. Aleykəssalam. Və məktubu ona göndərir. Sırf salamın cavabını vermək vacibdir deyə Peyğəmbər ona məktub ünvanlayır. Amma məktubun içi boşdur, yalnız Aleykəssalam vardır. Baxın, bu həmin məşhur hədis var da, əvvəla belə bir gözəl hədis var. Əfşüssələmə beynəkum təhabbu. Salamı bir-birinizin arasında tez-tez verin. Salamı yayın aranızda. Təhabbu, məhəbbət yaransın aranızda. Və yaxud deyir, kim birinci salamı versə, salamlaşmanın 70 savabı vardır, 69-u verənin biri Allah'ın. Yəni, baxın Peyğəmbərin əxlaqına. Məktub yazır, sırf salamın cavabını versin belə, ona təhqir edənə. Məsələn, məktub var, bu da onun o əxlaqi davranışlarını göstərir. Məsələn, məktub var, ünvanlayır əmisi, Məkkədə olan əmisi Abbasa. Abbas Peyğəmbərə məktub yazır ki, qardaş oğlu, Peyğəmbər, mən gəlmək istəyirəm Mədinəyə, darxıram buradan. Peyğəmbər məktub yazır ki, yox. Hamı səni Məkkədə qeyri-müsəlman kimi tanıyır. Elə qeyri-müsəlman olaraq da qal, amma Məkkədə qal. Yəni nə? Yəni təqiyyə mövzusu. Bəli.
Amma arada bir mənə zəmzəm suyu göndər. Zəmzəm suyu göndər, yəni məsələn xəbər göndər mənasında da ola bilər. Aydındır? Və yaxud da məsələn Məhəmməd peyğəmbər bu da peyğəmbərin bir dövlət başçısı kimi kəşfiyyat hərəkətlərində, addımlarında necə məsələn təcrübəli olduğunu göstərir. Və yaxud da məsələn qarşı tərəfin əskərlərindən biri həbs olunur. Peyğəmbər ondan qarşı tərəfin ordusunun sayını soruşduqda cavab vermir. Sirdir, cavab vermir. Sonra Peyğəmbər soruşur ki, bəs günə neçə dəvə kəsirsiniz, neçə at kəsib yeyirsiniz? O da dəvələrin, kəsdikləri dəvələrin sayını deyəndən sonra Peyğəmbərə məlum olur ki, bu qədər dəvəni bu qədər şəxs yeyə bilər və ondan məlum olur ki, məsələn, onların sayı budur. Və Peyğəmbər burada əslində bu məktublardan belə əldə olunur ki, həm də bir peşəkar dövlət başçısıdır. Və yaxud məsələn, Peyğəmbər məktub ünvanlayır, bir sıra fiqhi hökmləri ehtiva edən məktubdur. Məktub ünvanlayır ki, ağacların meyvəsi bar verməmişdən öncə o məhsulu satmayın. Yəni, məhsul əldə olunmamış ağacdadır. Çiçək formasında ya cüzərti formasında. Məhsul hələ yoxdur, əldə olunmayıb. Olmaz. Heyvan doğulmamışdan öncə onu olmaz satmaq. Görünən budur ki, həmin dövrdə ərəblər bu işlə məşğul idilər. Və yaxud mühtəkirliyə qarşı, inhisarçılığa və mühtəkirliyə qarşı Peyğəmbərin bir sıra məktubları burada mövcuddur və Peyğəmbərin o dövrdə ən sərt davrandığı mövzulardan biri də mühtəkirlikdir. Misal üçün, dəvə karvanı şəhərə yaxınlaşır, artıq şəhərin deyək ki, 15 kilometrliyinə çatıb, bir sıra insanlar ki, əllərində nəqd pul var, onlar əmtiyələr gətirən dəvə karvanının qarşısına çıxırlar, 20 kilometr, deyək ki. Və elə oradaca pulunu verib, nağd o yükləri alırlar və özləri baha qiymətə gətirib bazarda satırlar. Və bu, Quran-ı Kərimdə də mövcuddur bu haqda. Məsələn, Peyğəmbərin bu haqda çəkindirməni ehtiva edən, qadağanı ehtiva edən məktubu vardır. Yəni, bu qəbildən olan məktublar, bu onu göstərir ki, həqiqətən də Peyğəmbərin məktublarının o əxlaqi tərəfləri. Baxın, ümumiyyətlə, bayaqları İslamofobiya ilə biz bunu deyəndə ciddi bir məqam yadıma düşdü. Məsələn, Quran-ı Kərimdə qisas ayəsi var. وَلَكُمْ فِي الْقِسَاسِ حَيَاتٌ يَا أُولِي الْأَلْبَابِ 178. Bəli. Qisas etsəniz, bilin ki, qisas elə bir şeydir ki, sizin cəmiyyətinizin diri qalması üçün, həyatda qalması üçün cəmiyyətinizin vacibdir. Onda hamı bizi asıb-kəsib doğrayan kimi tanıya bilər. Amma ayənin davamını da oxumaq lazımdır. Ayənin davamında deyir ki, əgər bağışlasanız daha xeyirlidir, bəli. Niyə Quran ayələrini deyərkən kontekstdən çıxarılır? Mən həmişə bunu deməyə vacib bilirəm özümə. Quranı əslində biri var idi, biri yox idi. Məlik Məmmədin nağılı necə başlayır? Biri var idi, biri yox idi. Bir şahın biri özü var idi, 3 oğlu var idi. Ta göydən 3 alma düşdü, biri mənim, biri sənin. Yəni Fatihədən Nasa qədər Quranı oxumaq lazımdır. Ondan sonra bütün kontekstdə Quran nə deyir qərar vermək lazımdır. Eynən Məlik Məmmədin nağılı kimi. Görək bu nağılın arxasının sonu nə oldu və bu almalar kimə nəsib oldu? Başqa maraqlı bir nüans var. Məsələn, Quran-ı Kərimdə belə bir ayə var. İndi biz bilirik də, məsələn, Bibliyada da mövcuddur. Məsələn, biri sənin bu yanağına məsələn şillə vurduqda, o tərəfini də çevirib, o özünə də şillə vurmasını istə. Bu kimlər üçündür? Quran-ı Kərimdə də bunu oxşar və bunu Məsihiyyətin və Xristianlığın sülh dini olaraq təqdim edilməsi. Amma məsələn, qatilul müşrikinə kəffə. Məsələn, müşrikləri harada görsəniz, öldürün ayəsini götürürlər. Bu ölüm itimdən, bu doğramaqdan, kəsməkdən bəhs etdiyi halda bu isə mərhəmətdən bəhs edir. Amma Quran-ı Kərimdə ayə var, buna diqqət yetirmirlər. İdfə bil həsənəti seyyiə. Pisi yaxşı ilə cavab verin, bəli. Pisi yaxşılıqla cavab verin. İdfə bil həsənəti seyyiə. Yəni təqribi məzmunu budur. Qarşılayın. Pisliyi yaxşılıqla qarşılayın. Bu bilirsiniz, bu da təbii ki, qarşı tərəf əgər nəticə alacaqsa, ibrət dərsi götürəcəksə, hər kəsə aid deyil. Yəni ayələri, Quran-ı Kərim ayələrini və yaxud Peyğəmbərin göstərişlərini kontekstdən çıxarıb desəz, fərqli bir din görəcəksiniz. Amma büsbütün bir məcmuə formasında görsəz, İslamı olduğu kimi görə biləcəksiniz. Təbii. Burada bir şey soruşum, çox maraqlıdır. İndi burada bəzi məktubların belə deyim də mahiyyətləri haqqında danışdınız. Mənim üçün
çox maraqlı olan hansıdır? Hansı ki, qeyri-müsəlman dövlət başçıları var da. Məsəl üçün İraqli, Xosrov, bayaq qeyd elədiniz də özünüz. Və ya Hindistanda dediniz, başçıya göndərir də bunu da hər halda. Ümumiyyətlə bu İslama qarşı ən çox irad tutulan nüanslardan biri budur ki, İslam qılınc gücü ilə gəlib kiminsə torpağını alıb, qılıncla əllərində qılınc gəliblər ki, İslamı qəbul eləməlisən, budur, bitdi. İndi mənə maraqlıdır ki, siz məsələn 250 sənəd əsasında peyğəmbərin məktublarını toplamısınız. Burada bu məktubların içində Həzrəti Peyğəmbərin məsələn Bizans hökmdarına, Sasani hökmdarına, Hindistan hökmdarına xitabı nədir? Yəni təhdidmi eləyir onu, yoxsa sadəcə dəvətmi eləyir? Yəni peyğəmbərin yəqin ki, məktubların əsas məqsədi dini yaymaq funksiyası daşıyıb da. Mən bu cür bilirəm. Peyğəmbərin dini yayma metodu necə idi bu məktublarda? Gözəl. Qurani-Kərimdə elə bir ayə var. Mən istərdim Qurani-Kərim ayəsi ilə başlayaq. Bismillahirrahmanirrahim. Və ləv kuntə ayənin bir hissəsi belədir. Və ləv kuntə fallan ğalizal qalbi lam faddu min havlik. Peyğəmbər, əgər sən sərt, qaba, kobud olsaydın, sərt, daş ürəkli olsaydın, onlar, yəni səhabələr, yəni yeni müsəlmanlar ətrafından dağılışıb gedərdilər. Yəni bu da onu göstərir ki, peyğəmbərin cazibə qüvvəsi əsas onun əxlaqı olub. Bəli. Və mehribançılığı. Bəli, mehribançılıqla davranması. Baxın, əslində bu çox gözəl təbirdir. Bu yaxın zamanlarda alimlərdən biri belə bir təbir işlətdi. İslam bir ağac təsəvvür edək. Ağacın kökü var, ağacın gövdəsi var, budaqları var, bir də ağacın meyvəsi var. Üsul-i din, iman gətirmək ağacın köküdürsə, ağacın budaqları şəriətdə göstərilən vacib əməllərdirsə, bunun meyvəsi nədir? Meyvəsi əxlaqdır. Yəni, əgər qıldığımız namaz, tutduğumuz oruc, verdiyimiz zəkat, ödədiyimiz zəkatlar, bunlar yekunda bizim əxlaqımıza müsbət təsir etməsə, deməli orada nəsə eybi yaratılır. Problem var. Ona görə də bu məsələyə olduqca ciddi yanaşmaq lazımdır. Yekunda əxlaqa gəlib çıxmalıyıq. Bəli. İnsanlarla rəftar qaydası, ona görədir ki, məsələn, Haqqun-Nasla Haqqullahın belə deyək, bağışlanmağı məsələsində əgər Allah öz haqqından keçərsə, Haqqun-Nası keçməyəcəkdir. Peyğəmbərin məktublarına gəldikdə ritorika və xitab olaraq bir neçə xitab var. Yəni peyğəmbərin, bunu açıq deyirəm, peyğəmbərin adını çəkdiyim hökmdarlara məktubunda peyğəmbər özünü də peyğəmbər kimi və bir dövlət başçısı kimi təqdim edir. Yəni bu xitaba fikir verin. Yəni orada təvazökarlıq yoxdur. Yəni peyğəmbərin Xosrov Pərviz kimi təkəbbürlü bir şəxsə hansı təvazökarlıqdan söhbət gedə bilər? Təbii. Mənim dinim atların və dəvələrin ayaqlarının dəyə biləcəyi yerə gəlib çatacaqdır deyir. Mən Allahın rəsuluyum. İslamın böyüməsinin müjdəsidir. Bəli. Və yayılacaq. Bundan savayı İslamın rəhmətən lil aləm olmadığı, İslamın Ərəbistan yarımadası ilə məhdudlaşmadığını göstərir. Və yaxud İslam cahanşumul olmaq istəyir və bugün var bir qism şərqşünaslar da var mövcuddur ki, məsələn bildirirlər ki, İslam yox, Ərəbistan yarımadası üçündür. Amma bu məktublar göstərir ki, xeyr, Ərəbistan yarımadası şəxs iddialıdır. Bəli. Adam iddialıdır. Yəni mənim dinim at və dəvələrin ayağın dəyə biləcəyi yerlərə gedib çatacaqdır. Əgər iman gətirməsən, bil ki, sənin qövmün günahı da sənin öhdənədir. Burada çox üzrsən, bu təhdid deyil də ki, yəni sənin qövmün gəlib öldürəcək sən qövmü. Bu sadəcə olaraq yəni bunlar bu reallığı axirətdə məsələn cəhənnəmə düşsələr, yəni bunun günahı sənin üzərində, sən imkan vermədin buna. Yekunda baxın, Qurani-Kərimin təqdim etdiyi peyğəmbər nədir? Peyğəmbər münzir və mübəşşirdir. Münzir xəbərdarlıq edən, Allahın verəcəyi əzabla bağlı xəbərdarlıq edən, mübəşşir bəşarət verən, Allahın cənnəti ilə, mərhəməti ilə bağlı bəşarət verən. Bu iki peyğəmbərin əsas o belə deyək, o şəxsiyyətinin əsas o faktorlarıdır. Bir qismində siz imzarı görəcəksiniz, bir qisminə yazılan məktublarda imzarı görəcəksiniz. İnzar ritorikasını. Bir qisminə yazılan məktubda, bu məktubları oxuyanda da görəcəksiniz. Bir qisminə yazılan məktubda təbşiri görəcəksiniz. Müjdə verici olduğunu, ritorikanı görəcəksiniz. Bayaqları misal vurduq. Peyğəmbərə məktub yazılır, bir bütpərəst tərəfindən məktubda
təhqir edir, amma sonda salamun aleyküm deyir deyə peyğəmbər ona məktub geri ünvanlayır və salamın cavabını alsın deyə əleykumussalam ifadəsi ilə kifayətlənir və cavab verir. Yəni peyğəmbər də onun dediyini 5 qatını ona yaza bilərdi, amma ona ehtiyacı yoxdur. Və zaten peyğəmbər o deyir bir neçə əməl var ki, bir neçə sahədə olanlara daha çox yaraşır. Məsələn, əfv və mərhəmət daha çox kimə yaraşır? Əfv və mərhəmət. Mən zəif insanam. Zəif insan onsuz da zəif olduğuna görə əfv və mərhəmət etməyə məcburdur. Amma qüdrətli insan əfv və mərhəmətli olsa, əfv və mərhəmət zəif insana yox, daha çox qüdrətli insana yaraşır. Bəli. Ona görə Məhəmməd Peyğəmbər bəzən zəiflərlə davrananda əfv və mərhəmətlə davranır. Çünki əfv və mərhəmət qüdrətli insana yaraşır. Amma Xosrov Pərviz kimi və yaxud məsələn digərləri kimi mütəkəbbir biri ilə davranışda orada əfv və mərhəmətdən heç bir söz gedə bilməz. Və bu da o dövrün, zamanın reallıqlarının tələbinə irəli gəlir. Amma yenə də peyğəmbərin məsələn o göndərdiyi məktublarda sadəcə və sadəcə dəvət vardı. Yəni başqa təhdid eləyim, gələcəksin, belə şeylər yox. Sadəcə olaraq yəni səni Allahın dininə dəvət eləyirəm. Gəlməsən, yəni topluluğun günaha batması sənin boynundadır. Ona görə Məhəmməd peyğəmbərin o 4 dövlət başçısına, əvvəl Bəhreyn hakiminə, Qəssanilər dövləti başçısına, Yəmamə belə deyək, o dövlətlər feodal dövlətlər idi. Əslində adını çəkdiyim böyük dövlətlərə tabe idilər. Vassal dövlətlər idi. Onlara edilən ritorika ilə xırda qəbilə başçılarına ünvanlanan məktublarda hökmən fərq görəcəksiniz. İkincisində mərhəmət var, İslama dəvət var. Bəli. Amma onlarda o belə deyək, o mərhəməti görə bilməzsiniz. Mən əgər vaxtımız varsa bu məqama da toxunaq. Çox az son sualda verəcəm. Qısaca toxunaq, sonra son suala keçək. Məsələn, Məhəmməd peyğəmbərin Mədinədə o dövlətini qurduğu zaman ilk illərində ünvanlanan İrat dırnaq arasında budur ki, məsələn, həmin dövrdə Mədinə ətrafında Bəni Nəzir, Bəni Qurayza, Bəni Qeynqa kimi yəhudi qəbilələri var idi. Bu qəbilələrlə müsəlmanlar arasında anlaşma belə idi ki, müsəlmanların leyhinə olan onların da leyhinə olacaq, müsəlmanların əleyhinə olan onların da əleyhinə olacaq və onlar müsəlmanlarla birgə sülh şəraitində yaşaya bilərlər. Bu şərtlə ki, onlar Məkkə bütpərəstləri ilə əlbir olmamalıdırlar, əməkdaşlıq etməməlidirlər. Amma xüsusilə də Xəndək döyüşündə, Əhzab döyüşündə onlar birbaşa həm fiziki şəkildə, həm lojistik dəstəklər verməklə, hətta təhrik etməklə onları müsəlmanların əleyhinə qaldırdılar. Ondan sonra Peyğəmbər onların bir qismini ya cəzalandırır, ya da oradan köçürür. Yəni, həmin o yəhudi qəbilələri Mədinə ətrafından köçürür. Müasir dövrdə də bəzi dairələr, məsələn, İrad ünvanlayırlar ki, məsələn, o zaman sizin peyğəmbəriniz bizi köçürüb, biz də ona görə indi, məsələn, o köçürməni həyata keçiririk deyə İrad ünvanlayırlar. Amma bizim burada bəzi sənədlərimiz var, mövcuddur. Onlar bundan ibarətdir ki, Mədinə ətrafında Bəni Nəzir, Bəni Qeynqa və Bəni Qurayza kimi qəbilələri cəzalanıb köçürülsə də, bütpərəstlərlə etdiyi əməkdaşlığa görə cəzalanıb köçürülsələr də, digər 3 yəhudi qəbiləsi, Bəni Adiyə, Bəni Orayza və Məqnə yəhudi qəbilələri Mədinə ətrafında qaldı, Peyğəmbərlə onların əhdnaməsi yerində qaldı. Bu azmış kimi hətta Peyğəmbər illik onlara arpa və xurma payı da ayırıb verirdi. Yəni öz vətəndaşı Nəyə görə? Çünki onlar digər adı keçən digər 3 yəhudi qəbilələrindən fərqli olaraq müsəlmanlarla bağladıqları əhdnaməni pozmamışdılar. Sadiq qalmışlar. Və maraqlı bir məqam var. Misal üçün İslamda əhli kitaba icazə verilir ki, öz dinində qalsınlar və azad ticarət və həmin o ölkənin təbəəsi kimi, vətəndaşı kimi rəftar etsinlər. Bunun, belə deyək, daha üstününü də görə bilərik. Fələstindən gələn Dariyin, ya Təmim Dari adlı xristiyan qəbilələri var. Peyğəmbər onlara nəinki bütün şərait yaradır, hətta Fələstində indi hal-hazırda işğal olunub bu ərazilər. 4 məntəqəni əbədi olaraq xristiyan qəbilələrinə, adı keçən xristiyan qəbilələrinə bağışlayır, əbədi olaraq.
Bu bilirsiniz nə deməkdir? Bu o deməkdir ki, sabah əgər o bölgə tam müsəlmanların ixtiyarına verilsə belə, müsəlmanların öhdəliyi var ki, o 4 məntəqəni xristianlar üçün nəzərdə tutsunlar. Çünki peyğəmbərləri əbədi olaraq dariyinlərə, Təmim Dari qəbilə, xristian qəbiləsinə əbədi olaraq veribdir. Bu nədir? Bu nədir? Bu ciddi sənəddir. Bəli. Bu ciddi sənəddir. Yəni Məhəmməd peyğəmbərin nəinki əhli kitabsan qurtardı, xeyr. Əgər sən Bəni Adiyəsən, Bəni Qureyzəsən, Məqnəsənsə, sənin illik arpa payın da var, xurma payın da var. Dariyinsənsə, sənə mən 4 dənə o məntəqəni ki, hal-hazırda mənim hesablamama görə işğal olunmuş ərazilərdir artıq. Fələstin işğal olunmuş ərazilərdir. O peyğəmbər əbədi olaraq onu xristianlara verib və müsəlmanlar da yeni orada dövlət olacağı təqdirdə onu müsəlmanlara təmin etməlidirlər. Bir son olaraq da bu sualı verim qısaca, inşallah cavablandıraq və yekunlaşdıraq, vaxtımız bitməkdədir artıq. Son sual nəyə vermək istəyirəm? Mən düşünürəm ki, çox adam üçün maraqlı olacaq bu sualda və bu sualın cavabını eşitmək istəyəcəklər məncə. Sonra biz bayaqdan deyirik ki, Peyğəmbər dəvət edirdi, misal üçün də. Deyirdi ki, gəlin, inanın, yəni qılınc filan yox idi ortalıqda. Amma məsələn, kimin sağında sual yarana bilər ki, tarix kitabını açar oxuyar, deyər ki, bax, Peyğəmbər İrakliyə məktub göndərdi Bizans hökmdarına, düzdür? Və məktubdan sonra Muta döyüşü baş verdi. Yəni Bizansla müsəlmanlar arasında bir müharibə oldu. Və o insanın ağlında sual yarana bilər ki, əgər Peyğəmbər belə dəvət eləyirdisə, məsələn də tolerantlıqla, belə deyək də dəyərlərə toxunmadan, çox mülayim formada əgər dəvət eləyirsə, niyə görə qılınc alatdı, Bizansla müharibə elədi? Hansı ki, artıq İrakliyə məktub göndərmişdi və demişdi, sən sadəcə dəvət edirəm. Bu döyüşün səbəbi nə idi? Buna da toxunaq inşallah, maraqlı olaraq yekunlaşdıraq. Ümumiyyətlə, Məhəmməd Peyğəmbər İslam dininin gətiricisi vasitəsi Allah tərəfindəndirsə, İslam yəni nə? Sülh. Bəli. Niyə görə elə hicrətin 2-ci ilində, bir müharibə 3-cü ilində, bir müharibə 5-ci ilində, bir müharibə nə xəbərdir? Nə olub? İslam müharibədən ibarətdir. Amma həm hicrətin 2-ci ilindəki müharibə Bədir, hicrətin deməli 3-cü ilindəki Ühud, hicrətin 5-ci ilindəki Əhzab döyüşü. Siz bu döyüşlərin hamısına baxın, müdafiə xarakterli döyüşlər. Bədir döyüşünü Məhəmməd Peyğəmbər Məkkədən qovulduqları üçün, Məkkədəki əmlakları Qureyş tərəfindən müsadirə edildiyi üçün, o əmlaklarını təqas olaraq geri almaq üçün Qureyşin, deyək ki, Şamdan Məkkəyə gedən o karvanını ələ keçirmək məqsədi ilə hərəkətə keçdilər. Bu çox normal bir şeydir əslində. Və ondan sonra döyüş, belə deyək, başladı. Əlbəttə, döyüş sonra da başlaya bilərdi. Yəni, deyir, vuruşun, Quran-ı Kərimdə belə bir ayədir, vuruşun, sizə zülm edənlərlə vuruşun. Müsəlmanlara zülm olun, həddinizi aşmayın. Fa'tadu aleyhi bimisli ma atada aleykum. Bəli, onlara qarşı həddinizi aşa bilərsiniz. O həddə ki, onlar sizə qarşı aşıb. Deməli, birinci döyüşün məqsədi bu. İkinci döyüş də müsəlmanlar Mədinədə idi, Ühud döyüşü. Deməli, hücum oldu. Məkkədən hücum etdilər. Bu da müdafiə xarakterli idi. Üçüncü Xəndək döyüşü o qədər müdafiə xarakterli idi ki, müsəlmanlar çəkilib Mədinədə sıxışıb qalmışdılar və Mədinə ətrafında xəndək qazmaqla o həmin məşhur Xəndək döyüşü və Əhzab döyüşü. Yəni müsəlmanlar müdafiə xarakterli hərəkət ediblərdi, yəni o döyüş baş verir. Bəs Bizansda nə idi? Bizansda da eyni. Müşriklər məlumdur ki, bunlar döyüşürdülər Peyğəmbərə qarşı. Müsəlmanların Bizansla toqquşduğu zamanları biz biraz diqqətlə ayırd etməliyik. Peyğəmbərin məktubundan sonra əvvəla Bizans da Xosrov Pərviz kimi Peyğəmbərin məktubuna mənfi cavab verdi. Bəli. Mənfi cavab verdi və əlbəttə orada bir göstəriş verir, İrakli göstəriş verir. Gedin araşdırın, görün bu Məhəmməd ibn Abdullah onun ata-babalarının içində hökmdar olan olub-olmayıb, şah olan olmayıb. Çünki bu ciddi sualdır. Əgər birinin ata-babalarında şah olan olubsa, yəni onların nəslidə dövlətçilik ənənəsi, o qan varsa, növbəti nəsillər, nəticə və kötücələrində də belə o öz təsirini göstərəcək və onlar da o amal və o xülya ilə yaşaya bilərlər ki, mən də o dövləti qurmalıyam. Məhəmməd ibn Abdullah ata-babalarında hökmdar olubmu? Heç biri hökmdar olmayıb.
Maksimum Bəni Haşim, Üdəy, Qusay, bunlar hamısı Məkkədə Kəbə evi var. Uzaq düşmüş bir sınıq, belə deyək, sınıq bir Kəbə evi var. Onun haçarları da onların. Onların başqa heç bir maddi dünyada iftixarı yoxdur. Yəni əgər Peyğəmbərin nəslindən olan hökmdarlar nəsli olsaydı və Peyğəmbər o zaman Peyğəmbər iddiasına düşsəydi, bəli, bunun əsaslandırıla bilərdi ki, bu nəslində belə bir qan olduğuna görə istər-istəməz bunda da bir üzə verir. Bu birinci mərhələ. Yəni bu haşiyə çıxmağa məcbur idim. Əslində məsələn Təbuk döyüşü, Mu'tə döyüşü ki, belə deyək, hicrətin deməli səhv etmirəmsə 7 və yaxud 9-cu illərində baş vermiş. Bunu dəqiqləşdirmək lazımdır. Bu bir növ müsəlmanların demoqrafik olaraq artmasından sonra Bizans hökmdarının o təhlükəni hiss etməsi və bölgəyə ordu yeritməsindən sonra baş verir. Yəni burada da müsəlmanlar bildiyiniz yenə müdafiə olmalı. Bəli, müdafiə xarakterli döyüşür. Bildiyiniz kimi Cəfər-i Təyyar həmin döyüşdə şəhid olur. Cəfər-i Təyyar. Həmin döyüşdə o qarşı tərəf 70.000 olmasına baxmayaraq müsəlmanlar 3.000 olurlar. Yəni heç vaxt 3.000 hücuma keçməz 7.000. Hə, təbii. Deməli onlar müdafiə olunurlar. Yəni Peyğəmbərin belə məqsədi yox idi ki, gedim Bizans imperatorunu öldürüm, Bizansı ilə müsəlman. Yəni belə məqsəd olmayıb da, sadəcə müdafiə məsələsi. Yəni söhbət Mu'tə döyüşündən gedirsə, orada Bizansla olan döyüş, bəli. Bizansla münasibətlərdən gedirsə, bir də diqqətlə yetirsək həmin məqama, müsəlmanlarla Bizansın toqquşmasında orada Qəssanilər deyilən bir dövləti var. Dəməşq hakimi. Onların tədricən iman gətirməsi sahəsi, çünki onlar da əslən Yəmənlidirlər. Onların tədricən iman qəbilələrinin iman gətirməsi sayəsində yavaş-yavaş o ərazidə İslamın münbit şərait yayılmasına səbəb olub, bəli. Amma fəthlər, əsas fəthlər, Bizans üzərində fəthlər, sonra deyək ki, digər bölgələrdə fəthlər əsasən xilafət dövründə başlayır. Yəni Peyğəmbər dövründə o fəthlər ciddi şəkildə baş tutmayıbdır. Samit müəllim, mən çox təşəkkür edirəm sizə. Həqiqətən çox maraqlı mövzu oldu və düşünürəm ki, həm İslama qarşı olan insanların ağlında bəzi suallar var idi ki, hansı ki bu mövzular doğrudan da çox narahat edici suallardır. Həm onlar üçün müəyyən dərəcədə əgər izləsələr təbii ki, bilmirəm, izləyərlər, izləməzlər. Çünki onlarda bəzən elə ego olur ki, izləmirlər. Yəni müsəlman danışırsa lazım deyil bizə. İzləyənlər üçün məncə o kəsimdən olan insanlar üçün də bir növ suallarına cavab taparlar və bəzi müsəlmanlar da olur ki, bəzən o şübhələr onların da ürəyində bir növ xal salır, belə deyək. İnşallah ki, onlar da izləyib bu suallara cavab taparlar. Mən minnətdaram sizə, var olun. Bizim dəvətimizi qəbul elədiniz və bizdən bu verilişdə iştirak elədiniz. Əziz dostlar, bugünkü mövzumuz Peyğəmbər məktublarında tolerantlıq mövzusu idi və qonağımız tarixçi, şərqşünas Samit Bağırov idi. İnşallah ki, sizlər üçün maraqlı bir mövzu oldu.